Yerimiz mənim usta. Bir dənə qaşqaldaq kebabı, bax necə olmalıdır. Mən özüm necə eləyirəm. Bir dənə süsü də göstərirəm ki, eləyin, olur əla. Bunu belə bölürsən ortada. Qəşəng. Bunun omurğasını çıxardırsan. Bu omurğa sütununu çıxartdıq. Bunun bir də qabırğası var. Bunu dartırıq, bu qabırğa çıxır. Bunu bölürük, buradan belə oldu ləzzətli. Əlavə sümükdür də, bunları çıxardırıq ki, qəşəng olsun. Deməli, iri duz, narın duz yox, iri duz o belə qəşəngcənə vurur, sıxır, ləzzətli. Bu da dostlar, kebab otudur, kebab otu. Bir var kekli otu, yox, kebab otu. Yəni, mən bu cür eləyirəm də, cürbəcür pişirirəm. Bunu belə də eləyəndə dadlı olur. Bunu da əzə-əzə tökür spamının üstünə. Qəşəng. Yox, belə, hər tərəfinə deyilsin. Yəni da soğan. Soğanı ötürürük, əzə-əzə, bax, suyunu necə çıxır, bu cürünü. Qəşəng tökürük bura üstünə. Bunu belə əzirik. Soğan bir də əzilir bunun üstündə. Bu da belə necə deyərlər, yedirdirik də onu. Qəşəng. Sonra bir dənə balaca qab götürürük, reski. Bunu belə kütləyirik, atırıq bunun içine, sıxırıq burada. Gəldi, belə. Sıxırıq bunu belə, küp. Boş qalanda zəif olur. Belə çıxanda pastırma yaxşı oturur. Göz yaşları soğan aparır. Birazdan pişiririk, göstərəcəm sizə. Biraz iri duz vururuq ki, yanmasın. Birinci içi, sonra üzü. Yerimiz mənim. Yerimiz məmnunsa. Siz də belə qəşəng, maraqlı videolar baxıb, öyrənib, pişirmək istəyirsinizsə, Ziya Baku YouTube kanalına abunə olun, baxın, yeni videolarımız gələcək inşallah. Bax. Yerimiz mənim. Ata əla olur. Nuş.